Uşaqlar, bugün kısa bir video çəkmək istəyirəm. Yəni bu tam təmiri çəkmədim. Bizdə belə bir çay makinası aparatı var. Bu fakir. Bu da çaylık. Bu işləmirdi. Bunun problemi nədəydi? Problem budur. Bak, görürsünüz mü? Bu kontakt yeri bu. Görürsünüz mü? Erimişti bu kontakt yerinde. İçeride bu hissede, bu hissede. Bunu değiştim. Mağazadan aldım. Bir de problemi var idi bu hissesinde. Bu çaynikı bura koyanda çaynikı bura koydu ama işlemirdi. Yani gaş değildi, gaş işlemirdi çok. Yani bu da bunun içerisinde bunu nagarlayır bu. Olur ki bunun içinden nagar əmələ gəlir vaxt keçdikcə. Ona görə onu təmir elədim. Burada belə bir problem ondandır ki, uşaqlar. Bunun özünün öz şnuru var, bu şnuru. Bu şnuru. Bu yani üstünde yazıblar bunun. 3 vıraq 3.075'e. Göstereyim ben burada. Bu da ben için ne bileyim. Kamera gösterirse bu da 3.075'e. Yani bu orijinal kabeldir. Bunun öz hissəsini, bax burasını mən kəsmişəm, bax budur, bu kəsmişəm, budur. Çünki bu yarar sağlar. Mən təzə bir kabel aldım, amma mağazadan. Onun üstündə də eyni 3.075'ədir, güya ki içində mis məftilin kalibrovkası 0.75'dir, amma xeyr, onun içərisində baxın. Görürsünüz, məndə köhnə var, bax kabel. Bunu kəsmişəm. Görürsünüzmü? Heç nə. Vəbşə buna nə bilim mən. Heç kompüter yox, nə bilim. Adi, çox cüzi bir şeydən bu isinə bilər. Dünən mən kabel aldım, bunu təzəsini. Bunu işlədəndə o dəqiqə baxdım ki, kabel qızır. Yəni çıxartdım, indi onu görüm. Qaytarsalar, qaytaracaqlar, qaytarmasalar. Heç nə. Yəni belə olanda ehtiyatlı olun. Yəni bu cür kabellər mən tapa bilmədim. Yoxdur satışda. Bəlkə var haradasa, indi deyə bilmərəm. Bəlkə zakazla gətirmək olar Türkiyədən. Yəni orijinal öz kabeli, yəni güclü toka dözə bilən yoxdur. Bu da məcbur oldum mən bunu. Yəni bu hissə var idi, başqa kompüter şnuru. Ondan kəsdim və buranı burada içəridə paykaladım və belə şnuru. Üstündən də izolentlədim və zajimlə sıxmışam belə. Yəni işləyir heç nə. İndi bu aparatın da yəsinə deyəcəm ki, yəni tapa bilsə hardansa, nə bilmə, internetdən gətirə bilsə bu şnur getirsin. Amma belə də işləyəcəkdir indi. Yəni bu video bu haqdadır. Yəni görürsünüz. Bunun ən zəif yeri bu aparatların bu hissəsidir. Yəni bunu premoid eləmək olar. Bu şnuru premoid bunun içərisində burada sıxmaq olar. Yəni içəridə premoid elə belə deyək də içəridə. Amma onda da biraz nə bilmirəm, Media zakazçıq razı olacaqdı, razı olmayacaqdı. Ona görə də qaldı. İstəmədim. Yəni orijinal öz vidində olması üçün bu cür təmir elədim. Yəni bu video bu qədər. Yəni kiməsə az da olsa xeyir dəydirsə bu videonun. Sağ olun, like koyun. Yəni bu şnurdan da ehtiyatlı olun. Yəni bu hər cür bu cür şnurlar ancaq zəif kompüterə və s. tərəziyə və s. başqa kiçik amperaj götürən aparaturalarda istifadə oluna bilər. Amma
güclü bu. Çaynikin öz gücü 2200 wattdır. Təkcə çaynik. Böyründə də burada təmizləmə hissəsi var. Yəni ona görə burada yaxşı şnur lazımdır. Öz şnuru lazımdır. Sağ olun. Gələn görüşlərə qədər.